Hamınıza salam dostlar. Bugün mənim sizlərlə ilk videomdur, bəli. Mən sizin qarşınıza ilk dəfə çıxıram. İnşallah ən böyük tanınan, ən böyük YouTuber mən olaram. Gəlin bugün sizə nə video çəkəcəyimi başlayalım. Baxın, mənim kanalımda hamısı videolar olacaq. Birinci ona başa salım, özümü tanıdım. Belə eləyim. Mənim adım Hüseyndir Məmmədov. Hüseyn Məmmədov. Soyadım Məmmədovdur. İndi gəlin sizə bir söz deyim. Mən kanalımda elə videolar çəkəcəm, deyim, musiqi videolar çəkəcəm. Məsələn, qaval görmüsünüz, indi birazdan qavalda göstərəcəm. Mikrofonum var. Mikrofon düzdür, biraz yaxşı mantıqlı uşaqlar üçün də, yəni həqiqi o şeylər üçün deyil. Müəllimin yanına gedirəm, musiqiyə girmişəm çox şükür. Bəli, musiqiyə girmişəm. İndi musiqidə biz nə tər eləyirik? Mahnı oxuruq eləyirik. Mən xanəndəlik üzrə girmişəm. 98.33-dən 100 aldım. İnşallah lap yaxşılarını görərik. Mən sizə mahnılar da öyrədəcəm. Səsi yaxşı olanlar kontakt şeydə yaza bilərsiniz, yorumlarda. Yorumlarda yaza bilərsiniz ki, mənim səsim qəşəngdir, mənə öyrət, mənə başa sal. Müəllimin mənə dediyini sizə mən başa salacağam. Qavalı öyrədəcəm, mən çalırlar. Bax, onu öyrədəcəm. Mikrofonda mahnı oxumaq öyrədəcəm. Mahnı nə tər tempdə oxunurlar, hansı tempdə, hansı belə. Amma bugün sizə qavalı, mikrofonu, sumkamın içində nə var, sumkamı göstərəcəm. Qavalının sumkası da var, onu da göstərəcəm. Mən mikrofonu var, onu göstərəcəm. Bugün onu göstərəcəm. Bir rahatladım belə. 2x də oradan verdim, getdim də elə bir. Yəni çox boşadım. İndi gəlin sizə ilk öncə nəyə göstərim. Siz heç görmüsünüz də, qavalı görənlər var, görməyənlər var. Görənlər yorumda yazsın, görmür. Əslində mən prim kasmaq istəmirəm. Abunə olsun, like atan olsun. Xoşlamayan da keçsin. Biri var deyir ki, abunə olun, mən sağalacağam. Abunə olun, bana yardım edin. Nəvim belə. Mən belə videolar çəkmək istəyirəm. Səviyyəli və qəşəng videolar istəyirsə hər şey bunu. Məsələn, musiqiyə getmək vloqu, yemək vloqu, bungalov ev bilirsiniz. Bax, inşallah ora getsək, oran vloqu, tərtərə kəndə getmək vloqu. Bütün vloglar sizdə olacaq. Bütün qəşəng videolar görəcəksiniz. İndi gəlin ilk qaval. Qavalı bəlkə də biraz merak elədiniz. Türklər demiş. Merak elədiniz ki, qaval nədir? Sən qaval deyəsən. Gəlin ona baxaq ki, qaval nədir? Demək qaval. Baxın. Gözləyim biraz şeyliyim. Qaval budur. Bax, yumru belə şeydir. O alına qoyub çalırlar. Lakada çıxıdı. Bax, o ritm bilsin, o nədir ha? Neyse belə çalırdılar ya. Lakada çıxıdı. Bax, ondan deyə çaxtım üzürürsən. Onun alına qoyub çalmalıqdandır. Baxın, şəklində göstərəcəm. Gəlin açaq. Baxın. Burada bir yerdə şey olmalıdır. Orada da olmur. Demə, baxın, burada bir dənə zamok yeri var, açmaq. Açırıq, dəqiqə. Ucundan görsənmiş ola bilər və qavalımız budur. Baxın, alına qoyub, onu çəkəyim. Alına qoyub belə çalırlar. İndi mən elə bilmirəm, müəllim öyrədəcək də. Baxın, günlərimizi deyim, 3-6 günləri mən musiqiyə gedirəm. İndi 3-cü gün gedəcəm. Bugün ayın neçəsidir? Bugün bazar gündür, ayın bilmirəm. Elə baxarsınız. Mənim səsim də qəşəngdir. Yəni sizə mahnı göstərəcəm. Xanəndə üzrə səsim qəşəng. O bir dənə mahnı var göstərim. Hansı mahnını? Elə Xudayar Yusufzədən mən salıram əvvəl. Dumanlı dağların başında durdum. Bax, belə bir səsim var. İndi ardın gətirəcəm o bir videoda. Yəni biraz kopya verə bilərəm. Bunu da öyrəm, sizə başa salacağım, nətər çalırlar. Bunu indi qoyaq bura. Qaval indi bildiz nədir? Qaval budur, amma bunun həqiqisi var. Onu məndə yoxdur, hələ mən uşağım, ona görə inşallah qabaqda olar. Demə, bunun çantası da belədir. Çantası mütləq yanında gəlir də, yəni mütləq. Əlimdə parası deyirəm, çanta ilə. İkinci çantamızı gətirəm, təzə söz. Çantamız, dostlarım, budur. Bunu mənə xalam verib, çox sağ olsun. Ona buradan təşəkkürlər. Baxın, belə bir çantadır, Sasuke. Belə görmürsünüz, gözləyin. Burada tərsinə yazıb, indi düzələcək. Baxın, belə bir şeydir. Nero Sasuke, gəlin açaq. Orada da bu. Bax, ən nifrət elədiyim şeydir də bu. Açmaq yeri həmişə yadımdan çıxdı burada. Mikrofon biraz görsəndə rəngi.
Haydi bunun açılması biraz açılır. Yer var hala yok. Bakın. Birinci kitabım. Gözlüğüm ben düzəldim. Birinci kitabım. Bakın. Budur. Kamera niye belədir? Birinci kitabım budur. Bakın bu kitab. Müəllim özü dedi ki, belə bir yeşər kitab olsun. Yanılacaq. Oo, içindən belə bir şey çıxdı. Mənim şəklim. Bu nə tipdir? Bu nə tipdir? Neyse. İçi belədir. Yani bir səhifədən sonra belə dörd. Değil mi? Musiqi gündəliyi. Bakın burada musiqi gündəliyi yazıb. İçi də elə gündəlik şəklindədir. Bu belə getdi. Və 1001 mahnı. Onun içində həqiqi də 1001 mahnı var. Həqiqi. Yox, 1000 dənə deyil. Gəlin göstərim də. 500 neçə mahnı var. 370, 400, 456, 499, 543, 581, 591 dənə mahnı var. Bəli, bunları qoyaq qırağa. İndi keçək musiqiyə. Bunlar biraz qırağa, mən biraz titsəm. Və gəlir işte burada. Baxın, arxası belədir. Sağ tərəfi belədir. Gəlin, sol tərəfə baxaq. Sol tərəf belədir. Qabağı isə belədir. Baxın. Bu açmaqdır. Baxın, bası tutub açırıq. Bunlar bilməm də bir dənə bunu bilirəm. Bir də bunu kod verməklə azalmaq. Bu kod verib azalır. Gəlin açaq. Bu da ki, bax açıldı. Bax görürsünüz dub belədir. Bax bu da ki, bax. Bax görürsünüz. Bu da ki şeydir. Səs dəyişdirmə bax. Bax görürsünüz. Axırda öz səsim gəlir. Bu da belədir. Bununla bağlamaq, basılı tutsun. Power off. Qutardı görürsünüz. Bu videomuz da belə olsun dostlar. Sağ olun. İlk videomu bəyəndisə like atın, abunə olun. Sizləri çox sevirəm. Çox uzun video olsa da inşallah sevə-sevə izləyəsiniz, like atarsınız.